Valideyn, müəllim, şagird münasibətlərində əsas diqqət edilməli məqamlardan biri nədir? Bəzən valideyn şagirdi kursa göndərir və yaxud hər hansı bir müəllim yanına göndərir və təlim prosesində şagird uğur qazana bilmir. Qiymətlər zəif olur və yaxud da göstəricilər çox zəifdir. Bunun niyəsi var. Yəni biz hansı ki bayaq az öncə qeyd etdim ki, keyfiyyət göstəricimiz, necə biz belə deyək də bir tələbəlik illərimizə bir geri dönüş edək və tələbəlik illərində, yəni hazırlıq dönəmimizdə necə olacaq? Mənim nəticəm nədən ibarətdir? Mən düzgün yerdəyəmmi? Belə bir suallarımız olurdu, düzdürmü? Baxın, belə bir halda bizim bir şəxsə ehtiyacımız olurdu ki, görəsən mən həqiqətənmi nəticəm olacaq, yaxşım olacaq? Yəni, belə bir sual yaranırdı və həmən bir şəxs axtarırdıq, ehtiyacımız var idi. Baxın, bu ehtiyacı qarşılayan kurator tədris kursumuzdakı olan kuratorlardır ki, bəli, mərkəzimizə yəni, müraciət edən həmin şagirdlər uyğun olaraq onların çatışmayan tərəflər aşkarlanır. Yəni, şagird istəməsə belə, məsələn, mən özüm psixoloji konsultasiyalar həyata keçirirəm ki, görürəm bu şagirdin marağı daha çox nəyədir. Yəni, belə deyək də, açıq danışsaq, təlim prosesində valideyn gətirir övladını və deyək ki, 3-cü qrup üzrə hazırlaşmasını istəyir. Amma şagird əksinə 1-ci qrup daha dəqiq, yəni dəqiq fənlərə daha çox üstünlük verir. Biz onu tarixə, ingiliscəsinə yönəldə bilmərik. Qətiyyən. Bizim bu cür konsultasiyamız olur və valideynlə də danışırıq, şagirdlə də danışırıq və biz onu yönəldirik. Yəni, gəlsin deyil də, yəni şəxsiyyət olaraq, şəxsiyyət yönümlülük prinsipini əsas tutaraq, yəni onun marağını, ehtiyacını nəzərə alıb o istiqamətdə yönəldirik. Və belə halda həvəslə çalışacaq. Valideyn razı qalacaqmı? Qalacaq. Nəticədə yüksək olacaq, bəli. Çox gözəl. Yəni, sadəcə. Çox valideynə lazım olan bir istiqamət tutmusunuz. Yəni, mən də bir valideyn olaraq bunu qeyd edirəm və əziz dinləyicilərimiz, siz də bu cür övladınızı dinləyib, ona düzgün şəkildə bir istiqamət verən və arxasında durub zəmanət verən bir kurs istəyirsinizsə, təbii ki, bu seçəcəyiniz kurator tədris mərkəzi olsun. Telefon nömrəsi 077 767 44 74.